Heç belə bir şey fikirləşmisiniz? Məktəblər, bəlkə də uşaqlarımızın o təbii marağını, yaradıcılığını boğur. Bax, bugün Sir Ken Robinsonun Yaradıcı Məktəblər kitabına baş vuracağıq və inanın bu kitab təhsili kökündən dəyişdirə biləcək bir inqilabdan bəhs edir. Hər şey məhz bu çox təsirli fikirlə başlayır. Biz hamımız fitri, təbii istedadlarla doğuluruq. Amma təhsil prosesi bitəndən sonra nədənsə çoxumuz o istedadlarla əlaqəni itiririk. Bu, kitabın əsas məsələsini ortaya qoyur da, yəni o daxilimizdəki potensialla təhsil sisteminin bizə verdiyi nəticə arasındakı o dərin uçurum. Valla, bu hiss yəqin ki, çoxumuza tanış gəlir, elə deyil. Bax, sual budur. Ken Robinsonun məşhur TED çıxışında ortaya atdığı o cəsarətli sual, məktəblər yaradıcılığı öldürür? Bu sadəcə bir sual deyil, dostlar. Bu əslində bütün təhsil sisteminin təməlini sarsıdan bir ittihamdır. Və bilin ki, bu sual təkcə 1-2 nəfərin ağlına gəlməyib. Təsəvvür edin, təxminən 300 milyon insan bu fikri dəstəkləyib. 300 milyon, yəni bu sadəcə təsadüfi bir narazılıq deyil. Bu artıq qlobal bir fəryaddır. İnsanlar dərindən hiss eləyir ki, nəsə düz getmir, mövcud sistem işləmir. Yaxşı, bəs problem hardan başlayır? Kökü hardadır? Gəlin cavabı tapmaq üçün təhsilin fabrika modelinə baxaq. Bax, bu bənzətmə, bu metafora bugünkü problemlərin kökünü anlamaq üçün əsl açardır. Əsas məsələ budur, dostlar. İndiki təhsil sistemi əslində xarab deyil. Yox, o sadəcə başqa bir dövr üçün, yəni sənaye inqilabı dövrü üçün dizayn edilib. Məqsəd nə idi? Fərdi istedadları, yaradıcılığı üzə çıxarmaq? Xeyr. Məqsəd standartlara uyğun, nizam-intizamlı, itaətkar işçilər hazırlamaq idi. Vəssalam. Bu paralellik sadəcə heyrətamizdir. Baxın, sənaye təsərrüfatı nə edir? Tarlalarda ancaq bir növ məhsul əkir, kimyəvi gübrələrlə də məhsuldarlığı zorla artırmağa çalışır. Təhsil sistemi də demək olar ki, eyni şey edir. Standart proqramlar, standart testlər və hamıdan eyni məhsulu, yəni yüksək qiyməti gözləyir. Bu prosesdə fərdilik, unikallıq isə sadəcə yox olur. Və bu fabrikin bədəli, inanın ki, çox ağırdır. Sistem insanları akademik və ya peşəkar kimi qəliblərə salır. Təbii marağı, o uşaq həvəsini, yaradıcılığı yavaş-yavaş məhv edir. Amma ən pisi nədir bilirsiniz? Çox istedadlı, parlaq insanlar özlərini ağıllı saymamağa başlayır və nəticədə şagirdlər passiv, əmrləri yerinə yetirən robotlara çevrilirlər. Yaxşı, bəs bu sənaye modelinin alternativi nədir? Çıxış yolu varmı? Var. Robinson deyir ki, gəlin fabrika unudaq, ağlımızı bağçaya yönəldək. Gəlin təhsilə tamam yeni bir gözlə, üzvi, canlı bir sistem kimi baxmağa başlayaq. Hər şey bu fundamental həqiqətə əsaslanır. Uşaqlar maşın hissələri deyil, onlar canlı orqanizmlərdir. Onlar mühitə uyğunlaşan, inkişaf edən, dəyişən mürəkkəb varlıqlardır. Yaxşı, bəs belədirsə, niyə biz onlara hələ də fabrikdəki bir detal kimi yanaşırıq? Baxın, yeni yanaşmanın ürəyi məhz budur. Diqqəti məhsuldan, yəni o test nəticələrindən, qiymətlərindən çəkib, torpağa, yəni məktəbin öz mühitinə, mədəniyyətinə yönəltmək. Axı məntiq sadədir. Sağlam, münbit bir torpağın varsa, bitkilər onsuz da öz-özünə cücərəcək. Eyni ilə dəstəkləyici, ruhlandırıcı bir məktəb mühiti yaratsaq, şagirdlər də özləri çiçəklənəcək. Bu üzvü modelin 3 əsas prinsipi, 3 sütunu var. Birincisi, sağlamlıq. Yəni şagirdlərin, müəllimlərin, bütün icmanın rifahı hər şeydən önəmlidir. İkincisi, ekologiya. Yəni, təhsil uşağın təbii inkişafı ilə harmoniyada olmalıdır, ona qarşı yox. Və üçüncüsü, ədalət. Prosesdəki hər bir insana bərabər, ədalətli yanaşmaq. Bax, təhsilin təməli bunlar olmalıdır. Bütün bunlar yəni boş-boş nəzəriyyə deyil, əsla. Artıq dünyanın hər yerində bu inqilab, bu dəyişiklik baş verir. Gəlin indi real həyatdan bir neçə möhtəşəm, ilham verici nümunəyə baxaq. Məsələn, Kansas City-dəki Mind Drive proqramı. Bu inanılmaz bir hekayədir. Risk qrupuna daxil olan, ənənəvi məktəbdə problemli sayılan tələbələr şənbə günlərini könüllü olaraq avtomobil yığmağa həsr edirlər və nəticədə öz daxillərində inanılmaz bir əzim, bir həvəs tapırlar. Bu sadəcə bilik deyil, bu məqsədli öyrənmənin möcüzəsidir. Və bu tək-tük bir nümunə deyil ha. Baxın, Big Picture Learning şəbəkəsi var. 100-dən çox məktəbi əhatə edir. Onlar nə edirlər? Tələbələri real həyatdakı mentorlarla, peşəkarlarla əlaqələndirirlər. Nəticəni bilmək istəyirsiniz? Bir məktəbdə məzun olma nisbəti 96% çatıb. Bu rəqəmlər bir şeyi sübut edir. Öyrənməni 4 divardan kənara çıxaranda uğur qaçılmaz olur. Bu da mənim ən sevdiyim nümunələrdən biridir.
Təsəvvür edin, New Jersey-də bir məktəbdə məktəbə qədər yaşlı uşaqlar, yəni balacalar, demokratik iclaslar keçirirlər. Nəyi müzakirə edirlər? Məsələn, şokolad yemək və ya soyuq havada çölə çıxmaq kimi qaydaları. Öz aralarında müzakirə edib, səs verib qərar qəbul edirlər. Bu nəyi öyrədir? Onlara lap kiçik yaşlarından öyrədir ki, sən bu prosesin passiv izləyicisi yox, aktiv iştirakçısısın. İndi bir anlıq düşünək. Bəs əgər biz bu metaforanı, bu yanaşmanı dəyişsək necə olar? Yəni, təkcə məktəblərdə yox, ümumiyyətlə, hər yerdə. Şirkətlərdə, təşkilatlarda. O sərt piramida kimi iyerarxiyaları bir kənara atıb, özümüzü canlı, nəfəs alan bir orqanizm kimi görsək, nə olar? Bax, bu düşüncə tərzi hər şeyi dəyişə bilər. Baxın, bu, həmin dəyişikliyin əsl vizual təcəssümüdür. Bir dizayn şirkəti o klassik, iyerarxik sxemi atıb və özünü bir bitki kimi təsvir edib. Müştərilər haradadır? Köklərdə. Çünki onlar qidalandırır. Fəaliyyətlər nədir? Bir-birini tozlandıran çiçəklər. Bəs rəhbərlik? Rəhbərlik yuxarıda oturub əmr vermir. Rəhbərlik sadəcə bu bitkinin böyüməsi üçün lazım olan şəraiti, iqlimi yaradır. Möhtəşəm deyilmi? Yaxşı, bəs bu inqilabı necə daha geniş miqyasa yaya bilərik? Təhsilimizin gələcəyini necə yetişdirə bilərik? Gəlin indi də bu yola bir baxaq. Hər şey gəlib mədəniyyətə dirənir. Təhsili dəyişmək istəyiriksə, mədəniyyəti dəyişməliyik. Bəs mədəniyyət nədir? Ən sadə və ən güclü tərifi budur. Biz burada işləri belə görürük. Vəssalam. Bizim qəbul etdiyimiz normalar, adətlər. Bəs mədəniyyət necə dəyişir? Yuxarıdan gələn sərt əmrlərlə, qətiyyən. Dəyişiklik icazə verməklə başlayır. İnsanlara yeni şeylər sınamaq, fərqli düşünmək, hətta səhv etmək üçün icazə verməklə. Hər şey bu icazədən başlayır. Bu stat fikrimcə hər şeyi mükəmməl şəkildə izah edir. İnanın, hər yerdə, hər məktəbdə insanların, müəllimlərin, direktorların, hətta şagirdlərin özlərinin möhtəşəm ideyaları var. Amma o ideyaları sınamaq üçün onların icazəyə ehtiyacı var. Əgər biz onları cəhd etməyə təşviq etsək, onlar edəcəklər. İnnovasiya, yenilik məhz bu icazə ilə qidalanır. Və bu, yadda saxlamalı olduğumuz ən güclü fikirdir. Təhsildəki əsl inqilab yuxarıdan aşağı gələn bir fərmanla olmayacaq. Əsla. O, aşağıdan yuxarıya doğru böyüyür. Harada? Məhz o məktəblərdə, o icmalarda ki, nəyin mümkün olduğu haqqında düşüncəni, yəni mədəniyyəti dəyişirlər. Dəyişiklik yerdən başlayır. Və sonda hər şey gəlib bu yekun suala dayanır. Bu sual nazirlərə, siyasətçilərə deyil. Bu sual birbaşa bizə, hər birimizə ünvanlanıb. Biz öz uşaqlarımıza hansı növ məktəblər yaratmağa icazə veririk? Unutmayın, dəyişiklik hər birimizin öz icmasında, öz ətrafında verəcəyi o kiçik icazələrdən başlayır. Gələcəyi formalaşdırmaq əslində elə bizim öz əllərimizdədir.